bizim yani Azərbaycan, Kuzey Azərbaycanın 7 başqa rayonunda alırlar və bu onları cürətləndirir, bu onları daha da cəriləşdirir və erməni faşizmi belə düşünür ki, al-hal alacaq və çoxaldacaq. Muntaha baxdığımızda bunu da görürük. Gerçəklər var sahada, Azərbaycan diplomatik və əskəri və nizami ilərləmələri var, güclənməsi var. Ermənistan bunu bilir ki, tez və ya gec bunun hesabını verəcək. Tərtərə başdır saldırılara və belə düşünür ki, geçən 30 il kimi yenə də Azərbaycan buna səssiz qalacaq, qayıtsız qalacaq və bu dəfə elə olmur. Mehrin 6-sından, yəni o ilk saldırıdan 2 ay sonra Azərbaycan əks hücumlara keçir və öz torpaqlarımızı işğaldan azad etməyə çaba göstərir. Bilirsiniz, bugün o savaş sadəcə o sahada gedən bir savaş deyil. Bugün orada qəhrəman əskərlərimizin, oradakı qəhrəman yurdəlilərimizin göstərdikləri cəsarət və qəhrəmanlıq bütün dünyada yaşayan Azərbaycanlı türk soydaşlarımıza bir umud simgəsi olub. Bir umud, bir birlik. Bugün görürük ki, Amerikada yaşayan Azərbaycan türkü, Avropada yaşayan, Güney Azərbaycanda yaşayan və dünyanın hər yerində yaşayan Azərbaycanlılarda bir bütövlük, bir Azərbaycan ruhu canlanıb və hər kəs yenidən öz güvənini qazanıb, gələcəyə umudunu çoxaldıb. 200 ildən sonra Azərbaycan bir daha torpaq əldən verməyib və görürük ki, yenidən öz torpaqlarını geriyə almaya başlayıb. Bəs Əli Rza bəy, dünya ölkələrinin mövqeyinə nəzər salanda bir çox ölkələr bu məsələdə biraz qərəzli mövqe göstərirlər və yaxud da necə deyərlər, iki başlı mövqe göstərirlər. Bu ölkələrdən biri Rusiyadırsa, digəri də İran dövlətidir. Vaxtı ilə, yəni ilk başlardan bilirik ki, Rusiya Ermənistana silah və sursat baxımından yardım edirdi. Ancaq Rusiya dövlətinin prezidenti Vladimir Putin öz açıqlamasında dedi ki, biz Azərbaycanın bu müharibəsində Ermənistanın tərəfində deyilik və eləcə də Xamneyi ilk açıqlamasında demişdi ki, Qarabağ Şiə torpağıdır, ancaq ötən günkü açıqlamasında deyir ki, Qarabağ Azərbaycan torpağıdır. Buna baxmayaraq yenə də İranın Ermənistana olan dəstəyi, yardımı birmənalı şəkildə davam etdirilir. Necə düşünürsünüz? Yəni bu məsələdə İranın tam olaraq Ermənistana dəstəyinin əsas səbəbi Türk meyarının gündəmdə olmamasıdır, güclənməsinin qarşısını almaqdırmı? Yoxsa İranın bu məsələdə özünə məxsus bir mənfəəti mi vardı? Əslində Xameneyi və İran rəsmilərinin beləncə çıxışları bizə qərib deyil. Yəni biz illər öncədən o coğrafiyada yaşadığımız üçün bunların əməldə bir söz deyib, bir başqa tərəfdə devlət bir söz deyər, Xameneyi ali dini lider bir söz deyər, Sepah başqa bir cür əməl edər. Yəni bu o da bizim için çox tanıdıqdır. Orada Ayətullah Xameneyinin televizyonda çıxması, eləncə danışması, buna neçə mənzərdən baxmaq olar. İlk öncə bunlar Qarabağın İslam torpağı olmasını iddia edirdilər, amma əməldə ermənilərə hər zaman dəstək və yardım verirdilər. Bunu belə də deyə bilərik. Əgər Qarabağ İslam torpağıdırsa və Azərbaycan torpağı deyil, yəni İranın açısından belə baxırlar ki, heç fərqi yoxdur. Yəni ora ilk öncə İslam torpağı deyirlər, sonralar oranı İran torpağı nəzərdə alırlar. Məsələn, İranın güneyində Kəngər körfəzi var, Ərəblər Ərəb xəlici və Farslar Fars xəlici deyirlər. Nə fərq edir ki, orada bir körfəz var, xəlic var, dörd dövrəsi müsəlmandır. Yəni buna Ərəb mi deyilsin və ya Fars deyilsin, nə fərq edir ki, əgər torpaq İslam torpağıdırsa. Bunların yalanları var. Muntaha 30 ildən öncə, yəni o zaman ki, İran açıq dəstək verirdi və biz bilirik ki, o zaman ilgi irtibatlar çox zəif idi. Həm Güney Azərbaycanda və həm Kuzey-Güney arasındakı olan ilgilər çox zəif idi. Xəbərləşmələr çox az idi. O zaman sınırda, bölgədə olan
bizim güneyli dostlarımız, qardaşlarımız görürdülər, amma Azərbaycanın başqa bölgələrində bundan xəbərsiz qalırdılar. İndi artıq İran bunun üstünü örtə bilmir. Yəni orada İranın Ermənistana etdiyi yardımları ilk öncə bizim Güney Azərbaycanlılarımız ifşa etdilər. Orada baxırıq, görürük ki, eski millət vəkilləri və ya indi məclisdə olan İran parlamentində olan millət vəkilləri bu məsələdən narazıdırlar. Bunu bilirik ki, İran devrim mühafizləri və ya haman sipahi paslarında olan kadroların bir çoxu narazıdırlar. Elə bu yüzdəndir ki, İran gəlir Azərbaycanın, yəni Güney Azərbaycanın böyük nizami orduları var. Sınıra, başqa, yəni Fars məntəqələrindən ordular gətirir. Buna görə ki, bilir, əgər orada bir çatışma çıxsa, Azərbaycanın ordusu Quzey Azərbaycana tərəf deyil, bəlkə İrana tərəf də atəş aça bilər. İranın beləncə fərqli yanaşmaları çox olubdur. Xamenei bir tərəfdən özünü dünya müsəlmanlarının lideri bilir, özəlliklə Şii müsəlmanlarının lideri. Bilirik ki, Quzey Azərbaycanda da etkiləri var, səhər TV-ləri var, 7-24 illərdir yayın yapır. Quzey Azərbaycandan bir sıra insanları, biləxərə dini inancları olanları, bir sıralarını avladırlar, gətirirlər Qumda, Məşəddə, oxudub tələbə edirlər, Quzey Azərbaycana döndərirlər. Ola bilər insanlar belə baxar ki, biz gedib orada dini təhsil alırıq, amma biz bilirik ki, İranın fikrində, İranın politikası nədir, Şii hilalı nədir, necə bu hilalı qurmaq istir. Bunlara hamısı aşkar olduğu üçün biz bilirik ki, İran gətirib Quzey Azərbaycanlılara dini təhsil verdiyində planı nədir, gələcəyə tökdüyü plan nədir? Ayrı tərəfdə İranın başqa bir rahatsız olma məsələsi də var. O da budur ki, illərdir Şii-Sünni savaşına, ixtilaflarını çoxaltmaq istir. Bir tərəfdən Türkiyə və Azərbaycanı qarşı-qarşıya qoymaq istir. Bizim eləcə də Güney Azərbaycanlı soydaşlarımızı Türkiyəyə qarşı qoymaq istir. Onlar bilməm Sünnilər, siz Şiisiz, onlar bilməm Osmanlılar, siz Səfəvisiz. Bu savaş və bu çatışmalar göstərdi ki, orada bizim insanlarımız Şiilik və Sünnilik peşində deyirlər. Orada insanlarımız bunu anlayıblar ki, Türkdən başqa dostu yoxdur və bugün görürük ki, sahada Azərbaycanın ilk yardımına gələn dövlət səviyyəsində olsun, mənəvi də olmuş olsa, Türkiyədir, tam dəstəyini bəlli edir və bir tərəfdən də Güney Azərbaycan türkləridirlər ki, buna baxmayaraq dünya nə deyir desin, İran nə deyir desin, Güney Azərbaycanlılar da öz dəstəklərini bildirirlər. Eyni zamanda bilirik, İran bugünkü günlərdə çox ağır iqtisadi durumdadır. Orada ağır ambargolar var, millətimiz də bundan çox ağır etkilənib. Amma milli bir məsələ olduğunda, Quzey Azərbaycan və Qarabağ məsələsi olduğunda insanlarımız ona baxmırlar, etirazlara qatılırlar, gəlirlər sokaqlara, etirazlarını bəlli edirlər və bu məsələ elə də bir kiçik məsələ deyil ki, Xamenei və onun diplomasi dəstgahı, Dışişlər Bakanlıqları, bilməm başqa qurum quruluşları bunu göz ardı eləyə bilsinlər. Güney Azərbaycanın artıq ona gücünü bilirlər, millətimizin oyanışının nə qədər olduğunu bilirlər, Quzey Azərbaycan Türkiyə Cumhuriyyətinin yaxınlığını bilirlər, gələcəkdə milli mənafe uğrunda qurula bilən stratejik ortaqlıqlar, işbirliklər ola bilər, buna daxil Güney Azərbaycanın da gələcəkdə rolunu bilirlər və bu beləncə insanları aldatsınlar, biraz sakinləşdirsinlər deyə beləncə bir tavırlarda alırlar. Rəsmi şəkildə Azərbaycan Respublikasının prezidenti bilirsiniz dəfələrlə çıxışında qeyd edib ki, Ermənistanın heç bir büdcəsi olmaya bu silahları hardan alır, hansı ölkə ona yardım edir? Əslində, yəni o özü də bilir bunun cavabını, ancaq bəzi dünya politologiyasına uyğun olaraq o bunu dilə gətirə bilmir. Ancaq hər bir Azərbaycan xalqı, hər bir Azərbaycanlı düşünür ki, bu müharibədən sonra bəzi ölkələrlə münasibətlər dəyişəcək. Bunlardan da biri də ən başlıcası İran dövlətidir. Məsələn, xalqın özünün belə bir düşüncəsi vardı ki, bilirsiniz, Azərbaycanla İran mərzi çox yaxındır və sıx münasibətdədirlər, tez-tez gedirlər, gəlirlər və artıq Azərbaycanlıların arasında da belə bir fikir formalaşıb ki, onlar Ermənistanla İranı bir yerdə tay tuturlar. Çünki düşmənə
dostluq və yataqlıq edən özü də elə bir düşməndir. Terroristə kömək edənin özü də bir terroristdir. Bəs necə düşünürsünüz? Bu münasibətlər özünü necə göstərəcək? Artıq masaya oturduqda bilirik ki, Azərbaycan əli güclü oturacaq və artıq yeni bir söhbətlər, yeni bir mövzular yaranacaq. O da dünya ölkələri ilə münasibətlərdə, düzənləmələrdə. İranla münasibətlər necə ola bilər sizcə? Bilirsiniz, bir deyim var, atalar sözüdür. Düşmanımın dostu mənim də düşmanımdır. Və ya dostumun dostu mənim dostumdur. Yəni biz burada tavırları görüb sezirik. Türkiyənin tavırını, Quzey Azərbaycanın, İranın, Rusiyanın və Ermənistanın. Bilirsiniz, geçən sənə Xocalı qətliamının il dönümündə Ermənistanın Cumhurbaşqanı Paşinyan Tehrana gəlir və orada Ararat klubunda ermənilərin yığıldığı bir yerdə Qarabağ Ermənistandır deyə və ya Artsaqdır deyə bir sloqanla çıxış edir. Yəni orada arxasında böyük bir bənirdə. Bunu biz bilirik ki, İran rəsmiləri buna xəbərsiz deyirlər, buna izin verməmiş olmazlar. Əgər xəbərsiz olsaydılar belə buna etiraz etmələri lazım idi və rəsmi buna öz ziddiyyətlərini göstərməlidirlər. Əgər bunlar belə inanırlar ki, Qarabağ İslam torpağıdır və ya Azərbaycan torpağıdır, o gün bu cavabı verməlidirlər. Bunları o gün o cavabı əgər verməyibsələr, bu gün əgər Nurduz sınırını açıq qoyurlar, bu gün əgər Rusiya silahları İran torpağından Ermənistana gedir, bu gün əgər İran ordusu illərdir o sınırda ermənilərin tərəfindən Aras çayına tökülən kimikal maddələrin qabağını almır. Savaş sırasında oradan raketlər bizim tərəfə düşdüyündə cavab vermir. Amma Quzey Azərbaycan ordusu işğal olunmuş torpaqları, Qarabağın sınırını İranla kəsdikdən sonra İran əgər ordusunu orada yerləşdirir, bu göstərir ki, bu hərəkətlər, bu davranışlar dostca bir davranış deyil və bizim tarixi hafizəmizdə bunların hamısı yer alır. İşarə edib 200 il qabaq Qacar-Rusiya savaşına, bu bir tarixdir, 30 il öncəsinə və indiyə. Burada bir başqa məqama da toxunmaq istəyirəm. Bölgəmizdə yabancılardan siz işarə elədiniz, yabancı dövlətlərə bağlı olan bir sıra terrorist qrupları, bir sıra etniklər, bir sıra torpaqlarımızda göz tikənlər var. Bilirik ki, Ermənistan öz kitablarında, öz xəritələrində Güney Azərbaycanın hətta olsun belə bir çox torpaqlarını Böyük Ermənistan göstərir. Azərbaycanın torpaqlarını, Gürcistanı və Güney Azərbaycanı və hətta Türkiyənin. Buna bənzəri başqa terrorist Kürt qrupları da var. Onlar da beləncə bir xəritələri göstərirlər. Bugün Azərbaycan qəhrəman ordusunun orada göstərdiyi qəhrəmanlıq yalnız sahada olmaq deyil, torpaqları almaq deyil, bəlkə eləncə bir terrorist qruplara və onların dəstəkçilərinə bunu göstərir və isbat edir ki, eləncə bir malixiyarlı fikirlərə qapanmayın, eləncə bir düşünməyin. Necə gəlibsiz Atatürk demişkən gəldikləri kimin geri gedərlər və ya Ali Başkomandanın dediyi kimi qaçana qədər qovalayacaq. Yəni bugün sadəcə orada ermənilər deyil, Kürt terror qruplarına da bu mesaj verildi. İran tərəfindən baxırıq, İran Güney Azərbaycan torpaqlarını sürəkli bölür, kiçildir, bilməm başqa ustanlara, eyalətlərə verir. Amma bunu bilsinlər ki, 200 il öncə olduğu tarix yadımızda qalmışsa, 30 il öncə olan tarix yadımızda qalmışsa, bugün də bilirik ki, torpaqlarımız haradır. Əgər kağız üstə siz o xəritələr bölürsünüz, zamanı gələndə gəldiyi kimin geri dönərsiniz və lazımı gəldiyi yerə qədər də biz sizi qovalaya bilər. Çox sağ olun. Təşəkkür edirik sizə dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Bizim artıq buraxılışımızın vaxtı sona yetir. Sizə təşəkkür edirik və ümidvaram ki, sizinlə müzakirələrimiz və söhbətlərimiz davamlı olacaq. Yenə də çox sağ olun. Sizə iyi yayınlar diləyim. Biz təşəkkür edirik. Çox sağ olun.
Dəyərli izləyicilərimiz, bir xüsusi müsahibənin daha sonuna gəlib çatdıq. Xatırladım ki, bizimlə Amerikadan birbaşa canlı bağlantıda doktor Əlirza Abdullahi idi, GÖMOH-un yönetim qurulu başqanı. Buraxılışımız burada sona çatır, ancaq buraxılışımız... Nərə çəkəm, bağıram, istəyirəm, kükrəyəm, coşam, daşam, istəyirəm, alışam, yanam, kül olam, mənim darda qalan, Şuşam, ay Şuşam, hani sənin qoç Koroğlun, hani Aslan Babəkin, hani sənin Ərhəcərin, mənim darda qalan, ay Şuşam, Şuşasız Qarabağ olarmı, Qarabağsız vətən olarmı, toprağında yağı qalarmı, and olsun qalanmaz ay Şuşam. Allah'ın o bir adına, and olsun babaların əziz ruhuna, and olsun şəhidlərin qanına, qoymarıq səni darda, Şuşam, ay Şuşam, ürəklərimiz dolu qandı, Azərbaycanım oyadı, Füzulu Ağdama dayaqdı, Laçın Kəlbəcərim, ay Şuşam, Şuşasız Qarabağ olarmı, Qarabağsız vətən olarmı, toprağında yağı qalarmı, and olsun qalanmaz ay Şuşam. Hani sənin qoç Koroğlun, hani Aslan Babəkin, hani sənin Ərhəcərin, mənim darda qalan ay Şuşam, Şuşasız Qarabağ olarmı, Qarabağsız vətən olarmı, toprağında yağı qalarmı, and olsun qalanmaz ay Şuşam. Qarabağ, Azərbaycan.